Biz qlobal təhlükələrin artdığı bir dövrdə insan hüquqları üzrə müvəkkilin illik məruzəsinə qiymət veririk. İkinci Dünya müharibəsindən sonra formalaşan təhlükəsizlik sisteminin çöktüyü, beynəlxalq insan hüquq və azadlıqlarının təminatına dair konvensiyaların iflasa uğradığı, yeni növ müharibələrin baş verdiyi bir dövrdə yaşadığımızın fərqindəyik. Yerləşdiyimiz regionda qitələr arası qarşıdurma riski yaradan və geniş coğrafiyanı əhatə edən münaqişələr fonunda milli təhlükəsizlik məsələsi bütün hüquq və azadlıqlardan ön yerə çıxır. Azərbaycan Konstitusiyasının 109-cu maddəsində Prezidentin səlahiyyətləri sırasında dövlətin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsi xüsusi yer tutur. İndi tam inamla deyə bilərik ki, dünya dövlətləri sırasında vətəndaşların və bütövlükdə xalqımızın təhlükəsiz yaşamaq hüququnu təmin edən dövlətlərdən biri məhz Azərbaycandır. Prezident İlham Əliyevin rəhbərliyi ilə 6 il əvvəl qazandığımız tarixi qələbədən sonra başlanan sülh quruculuğu yerləşdiyimiz regionu əhatə edən qlobal təhlükələri aradan qaldırmaq, regional və beynəlxalq nizamı təmin etmək üçün ədalətli hüquqi siyasi təməldir. Yaxın qonşuluğumuzda xüsusilə İran və 11 dövləti əhatə edən gərginliklərin daha geniş miqyaslı qarşıdurmaya çevrilməməsi üçün dövlət başçımızın dəfələrlə vurğuladığı kimi Azərbaycan hər zaman barışdırıcı və dialoqa əsaslanan mövqe nümayiş etdirib. Ona görə də insan hüquq və azadlıqlarının ən böyük təminatçısı Prezident İlham Əliyevdir. Ölkə rəhbəri təkcə xalqımızın deyil, həm də beynəlxalq təhlükəsizliyin, habelə regional sabitliyin təminatçılardan biridir. Yaranmasından keçən 25 il ərzində illik məruzələr Ombudsmanın fəaliyyətinin əsas meyarı, insan hüquqları sahəsində aparılan dövlət siyasətinin indikatoru, müvəkkilin konstitusiya ilə müəyyən edilən səlahiyyətlərin keçləşdirilməsi səviyyəsinin mühüm göstəricisidir. Məruzənin həsr olunduğu il Azərbaycan üçün milli və beynəlxalq səviyyədə tarixi uğurlarla zəngin olub. Xüsusilə konstitusiya və suverenliyi ilə dövlətimizin tam suverenliyinə nail olunması, 10 minlərlə məcburi köçkünün doğma torpaqlarına qayıdışı ilə yanaşı, ilin sonunda elan olunan amnistiya aktı 20 mindən çox insanı əhatə eləyib. 25-ci ildə ölkəmizdə və regionda Azərbaycanın zəfəri ilə başlayan yeni mərhələ insan hüquqları sayəsində dünyada heç bir ölkənin nail olmadığı uğura Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması kimi tarixi addıma səbəb olub. Məlumdur ki, sülh hüququ BMT tərəfindən tanınan fundamental insan hüququdur. BMT Baş Assambleyası tərəfindən xalqların sülh hüququ haqqında bəyannamə 84-cü ildə qəbul olunub. Orada deyilir, sülh hüququ xalqların müqəddəs hüququdur. BMT dövlətlərə və beynəlxalq təşkilatlara tapşırır ki, xalqların bu hüququnu təmin etsin. Əminəm ki, bu Azərbaycan tərəfindən gerçəkləşən haqlardan biridir. Hesabatın tərtibatı, strukturu və məzmunu həm də müvəkkilin insan hüquqlarının qorunması sahəsindəki fəaliyyət göstəricilərinin dinamikasını əks etdirən mötəbər data bazadır. Məruzədə bir çox müsbət yekilər yer alıb və onların məhz strukturda aydın görmək mümkündür. İlk dəfə 7 yeni yarım fəsil əlavə olunub. Birinci fəslin üzərinə Ermənistandan qaçqın düşən Azərbaycanlıların hüquq və azadlıqları əlavə edilibdir. Məruzədə təklif və tövsiyələrin səhvə həcmi də, onların sayı da artıb və o cümlədən tövsiyələr əvvəlki ildə, 24-cü ildə 78 olubsa, indiki halda bu 94 təşkil edib. Diaqramların da sayı 6-dan 20-yə çatdırılıb. Bu, yalnız statistika deyil, beynəlxalq modellərdə ombudsmanların üzərinə qoyulan mühüm tələblərdir ki, bu indikatorlar əsasında ölkədə insan haqlarının vəziyyəti ölçülmüş olsun. Ombudsmana müraciətlərin statistikası və dinamikası mühüm əhəmiyyət kəsb eləyir. 25-ci ildə müvəkkilə qeyd olunduğu kimi 42 mindən artıq müraciət edilib və bu 24-cü ildən 13 min sayda çoxdur. O cümlədən 916 çağrı mərkəzinə də 14 min müraciət edilib. Əlbəttə, rəqəmlər həm hakimiyyət orqanlarının fəaliyyəti, həm problemlərin coğrafiyası və miqyası haqqında aydın təhlillər aparmaq üçün qeyd etdiyimiz kimi mühüm bazadır. Məruzədə 25-ci ildə aidiyyatı dövlət qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində Suriya Ərəb Respublikasından 18 nəfər, 5 qadın, 13 uşağın ölkəmizə qaytarıldığı, repatriasiya olunduğu qeyd olunur. Lakin Rusiya-Ukrayna müharibəsində həyatını itirən və yaralanan vətəndaşlarımızın da məsələsinə ayrıca yer verilməsinə ehtiyac olduğunu düşünürük. Komitədə mən bir çox məsələləri vurğulamışam. Ona görə də ümumi olaraq
məhkəmə qərarlarının icrası ilə bağlı, sağlamlıq hüququ, xüsusilə də məhkəmə qərarlarının icra vəziyyəti, hansı ki biz, hörmətli sədr, yaxın aylarda xüsusi İcraat İnstitutunun yaradılması ilə bağlı qanun layihələrindəki qəbul etmişik ki, bu statistikanın bu vəziyyətin dəyişməsinə təsir eləyəcək. O cümlədən narkomaniya və toksikomaniya xəstələrinin sayı, narkotik maddələrin qanunsuz dövrəsi və satışına qarşı daxili işlər orqanlarının peşəkar və qətiyyətli mübarizəsi, mənzil hüququnun təminatı sahəsində, xüsusilə Bakı şəhərində tikinti quruculuq işləri zamanı vətəndaşlar və müvafiq tikinti qurumları arasındakı problemlərə də məruzədə geniş yer verilir. Beləliklə, yekun olaraq biz bir neçə qısa təkliflərimizi, tövsiyələrimizi səsləndirmək istəyirik. Artıq özünü ləğv eləyən separatçı qurumun ombudsmanı süni fəallıq və mövcudluq görüntüləri yaradır, müxtəlif hesabatlar yayır. Qondarma qurumun müvəkkili ABŞ vitse-prezidenti ölkəmizə gələrkən buradakı separatçı rəhbərlərlə bağlı müraciətini xatırlayırıq. Lakin bizim insan haqları üzrə müvəkkilimiz zəfərimizdən sonra səsləndirdiyi ombudsman aparatının 4 regional mərkəzi var. Gəncə, Şəki, Quba və Cəlilabad. Tez bir zamanda 5-ci regional mərkəzimiz Qarabağda açılacaq bəyanatı, açıqlaması bir daha buna qayıdaraq Qarabağ bölgəsində konstitusional hüquqa əsaslı regional ombudsman mərkəzinin açılması faydalı olardı. Vətən müharibəsində qələbəmizdən sonra bütün dövlət institutları kimi müvəkkilin yeni institusional hədəfləri qarşıya qoyduğunu nəzərə alaraq, Azərbaycanın hesabatlarına daxil edən ölkələrdə insan haqlarının durumuna dair Türk dövlətlərinin birgə reportlar hazırlamaq təsirli əks tədbirlərdən biri olar. Süni intellekt və insan hüquqları yönündə ombudsmanın fəallığını müsbət qiymətləndiririk. Dövlətimizə qarşı xaricdən idarə olunan hibrid hücumlar və süni zəka əsaslı deepfake-lər insan haqlarını pozan ən böyük problemə çevrilib. Xüsusilə də xarici dövlət himayəli terror mediasının sistemli hücumlarına qarşı ombudsmanın məruzələrində sərt mövqenin göstərilməsi təkcə vətəndaşların deyil, həm dövlət institutları, həm də millətimizin haqlarının qorunmasına təsir edər. Hörmətli millət vəkilləri, yekunda bir daha vurğulayaq ki, müvəkkilin fəaliyyətinin 20 ili qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərin əksini tapdığı işğal dövrünün hesabatlarına həsr olunurdu. İndi qalib dövrün məruzələrinə, yeni vətən quruculuğuna və böyük qayıdışa qiymət veririk. Təkcə bu fakt hər birimizi daha məsuliyyətli olmağa, qələbəmizi heç bir hüquq pozuntusu hadisəsinə baxmadan qorumağa, məruzəyə obyektiv qiymət verməyə əsas yaradır. İnanırıq ki, siz də məruzəyə müsbət səs verəcəksiniz. Sağ olun.